Deməli Azadla Sumqayıtdan qayıdırıq. Yanımızda bir dənə maşın dayandı. Çıxıb qabağımıza bir dənə xanımdır, belə orta yaşlı da, nə bilim nədir. Yaxınlaşıb bizə, bir də görürəm belə sağa baxdım, gördüm göz qaş eləyir, göz qaş eləyir. Deyirəm, "A, nə olub da, nə ola bilər? Yəni bizə nə deyə bilər ki bu?" Nəysə, baxdım belə, gördüm ki şeydir, yaxınlaşır bizə tərəf gedir. Yolu tutub və arxada dəlixanadır. Cəmaət deyirlər, "Nə qayırsınız?" Gəlib düz böhrümüzə belə eşələndə 20 manat çıxartdı bizə ki, alaq. Deyir ki, bəs şeydir, bu 20 manatı nə bilim şeylə götürün. Deyirəm ki, istəmirəm də, çox sağ olun. Dayanmırıq. Biz də Azad arxada şok, mən qabaqda şok, başa düşə bilmədim ki, nə etmək istəyir. Nəysə getdik qabağa, qabaqda yenə gəlib üstümüzə sıxır. Böhrümüzdə də diriyib bizə. İndi videoda tam düşmədi, mən gecikdim videonu açmaqda. Gəlib düz diriyib bura. Deyirəm ki, nə istəyirsiniz də, nədir probleminiz? Deyir ki, bu gün mənim ad günümdür. Siz də mənə belə eləyirsiniz. Deyirəm ki, neyniyim də, yəni neynəməliyik ki biz sizə? Deyir ki, yox, belə şey olmaz, nə bilim nə. Qadın tərəfindən tacizə uğradıq bir sözlə. Azad, nə deyə bilərsən bu ilə bağlı? Həqiqi bir yavruculuqdur. Dalımıza düşmüşdü qadın. 20 manata bizi almaq istəyirdi. İkimizə 20 manat. Allah.